Addım 1. Əsas böyük trendi müəyyənləşdiririk. Aylıq qrafikdə qalxan trend xətti qurulub, qiymət kınan aşağı sərhədinə yaxınlaşıb, bu potensial alış zonasıdır. Addım 2. Həftəlik, yəni W1 qrafikində yoxlayırıq. Əlavə trend xətti səviyyəsini təsdiqləyir. Eyni zonada Fibonacci 61.8 səviyyəsi isə üst-üstə düşür. Murray indikatoru 2.8 səviyyəsini göstərir, yəni güclü dəstək var. Addım 3. Günlük D1 qrafikdə təsdiq buğa udulması, yəni həmçində bullish engulfing patterni formalaşır. RSI həddindən artıq satır, oversold zonasına çıxır. Giriş üçün bütün şərtlər üst-üstə düşür. Addım 4. H4-də giriş bazara görə alış və ya limit order yerləşdiririk. Stop lossu ən yaxın minimum arxasına qoyuruq. Təxminən 600 punkt. Take profitlər. Take profit 1 600 punkt, take profit 2 1200 punkt və take profit 3 1800 punkt. Addım 5. Əməliyyatın müşayiət 600 punkta çatdıqda həcmin 50%-ni fiks edirik və stop lossu zərərsiz nöqtəli çək keçiririk.